Bəli, qeyd etdiyim kimi mən İlqar Göygöl rayonunun Quşçu kəndindən yenə öz adımla Orucov Mikail müəllimin evlatlarına, oğlanlarına hər ikisinə minnətdarlığımı bildirirəm. Çox sağ ol deyirəm. Üzünüz olaq olsun ha bala. Allah köməyiniz olsun. Adınızı çəkmirəm, qeyd eləmirəm, məlum məsələdir. Bax, qeyd etdiyim kimi, bizim Quşçu kəndindən Qəbirçənliyə 4 kilometr yarım yoldur. Bax, həmin yoldur. Bayaq Qəbirçənliyi də çəkdim, göstərdim. Oradakı rəhmət dünyasını dəyişənləri də çəkdim, görkəzdim. İndi çəkilən yolu baxın. Görün, bizim bu gənclər, bu Mikail müəllimin 2 dənə oğlanları üzləri ağ olsun, canları sağ olsun. Ataları Mikail müəllimin ruhu şad olsun. Ruhu şad olsun. Üzümüz ağ olsun ha bala. Ay Mikail müəllimin oğlanları. Görün nə qəşəng yol düzəltdiriblər. Öz şəxsi vəsaitləri hesabına, öz şəxsi imkanları hesabına. Bu yolu düzəltdiriblər. Canları sağ olsun. Atanızın ruhu şad olsun ha bala. Baxın. Göstərirəm yenə olduğu kimi. Lakin bizim Göygöl rayonunun qeyd etdiyim kimi Quşçu kəndinin rəhbərləri, bələdiyyələri, kənd icra nümayəndəsi, onun müavinləri rüşvətxorluqla, korrupsiya ilə məşğuldurlar. Bu yolları bugünə kimi düzəltmirlər. Niyə, nə səbəbə görə? Çünki başları qarışıb rüşvətə qarışıb. Adlarını qeyd eləmişəm, eləyirəm. Etibar Məmmədov kənd icra nümayəndəsi, onun müavini Hənifə İbrahimov, Fərzəliyev Nurəddin, Mehdiyev Mehdi, Aslanov Baris və ilə axır başqa vəzifəli məmurlar. Bu vəzifədə işləyiblər. Düz 1988-ci ildən 89-cu ildən bu qədər bu kəndə, bizim kənddə rəhbər işləyənlər bu yollara fikir verməyiblər, düzəltməyiblər. Lakin qeyd etdiyim kimi Orucov Mikail müəllimin oğlanları, 2 oğlanları birləşərək öz şəxsi vəsaitləri hesabına, öz şəxsi imkanları hesabına bax bu yolu düzəldiblər. Dediyim kimi kəndin mərkəzindən, daha doğrusu məktəbin yanından bir də Qəbirçənliyə kimi 4 kilometr yarım yoldur. Həmin yolu 2 qardaşlar öz şəxsi hesablarına, imkanları hesabına düzəltdiriblər. Bəli, düzəltdiriblər. Həmin yolları çəkib sizə göstərirəm olduğu kimi. Üzünüz ağ olsun ha bala. Ay Mikail müəllimin oğlanları. Canınız sağ olsun. Atanız Mikail müəllimin ruhu şad olsun. Şaddır, bax indi şaddır. Atanızın ruhu şaddır. Və fikir verin, hörmətli dinləyicilər. Bax, burada həmin uşaqlar öz şəxsi hesablarına durba saldırırlar, körpü saldırırlar, yolu görün. Nə qəşəng, nə gözəl düzəltdiriblər. Bax, göstərirəm, baxın. Bura əvvəllər bir quyuydu, bir selin suyu, baxın. Baxın, hörmətli dinləyənlər, baxın. Baxın, görürsünüzmü?
Ne qəşəng, ne güzel, ne güzel savab iş görürlər. Bak buna əsl savab demək olar. Savab demək olar ki, bəli, bunlar savab iş görür. İnsan işi görür. Bak, yaxından da çəkirəm. Bakın, bu durba burada yok idi. Bu durbayı buraya salıblar. Mikail müəllimin oğlanları, canları sağ olsun, ataları Mikail'in de ruhu şad olsun. Bakın, bu yolu salıblar, bu durbayı salıblar. Həmişə buradan qeyd etdiyim kimi sel gedirdi, su gedirdi. Tərpənməyə imkan yok idi. Bak bunu bunlar düzəltdirlər. Canları sağ olsun, ataların da ruhu şad olsun. Bəli. İndi gedək, sonra daha doğru yolumuzu davam eləyək. Axıra kimi görək. İndi düzdür mən. Baxın. Bakın. Həmin buradan gelen sel su bu yolu yaman güne pis güne koymuştu. İndi bu yolu həmin qardaşlar qeyd etdiyim kimi düzəltdiriblər. Atalarının ruhu şad olsun dediğim kimi. Bakın. Bak bu kəndə giririk. Çatıram daha doğrusu. Bak bu da kəndin içindeki yollardır. Fikir verin. Görün ne qəşəng iş görürlər. Savab iş görürlər. Savab budur bak. Bakın görün ne qəşəng düzəltdirlər. Bəli. Bakın. Görüyorum. Bəli. Bakın. Bakın hürmetli izleyenler. Böyle evlatların üzleri ağ olsun, canları sağ olsun. Allah korusun. Ataların da ruhu şad olsun. Ruhu şad olsun. Bəli, hay bala. Yüzünüz ağ olsun, canınız sağ olsun. Bakın, buradan da bak öz şəxsi vəsaitləri hesabına, imkanları hesabına bu kanalı çəkdiriblər, işləyiblər ki su yola dağılmasın. Bak. Bakın, qeyd etdiyim kimi. Bakın, görün. Bəli, üce kəndə çatıram. Kuşçu kəndinin geleceğiydi. Bəli.